Salam aleyküm dəyərli şagirdlər. Kimya 7-ci sinif 1.3-cü mövzun video izahına başlayaq. Bismillah. Deməli, dərsimiz olacaq cansız təbiətdə olan mühüm elementlər. Bu dərs ərzində biz nələri öyrənəcəyik? Havanın tərkibinə baxacaq, hidrosferin, sonra yer qabının tərkibinə baxacaq, sonra özümüzü yoxlayacaq və bitdi. Dəyərli dostlar, gəlin ilk öncə baxaq görək bu hava hansı hissələrdən ibarətdir. Hava yəqin ki, aşağı siniflərdən aşağı yuxarı hansı maddələrdən təşkil olduğunu bilirsiniz. İndi bu günlər inşallah ki, biz bunları dəqiqləşdirəcəyik, materialları daha zənginləşdirib sizə təqdim edəcəyik. Dəyərli dostlar, öncəliklə biz oksigenlə nəfəs alırıq. Havada olan oksigenlə nəfəs alırıq. Belə çıxır ki, havanın tərkibində oksigen varmış. Bu bir, çıxartdığımız birinci nəticə. Havada oksigen var. Sonra biz nəfəs alanda oksigen qazına ağciyərlərimizə daxil olacaq və karbon qazı da atmosferə veriləcək, havaya veriləcək. Deməli, havanın tərkibində karbon qazı da var. Aha, ikinci bir şey qeyd edirik, havanın tərkibində karbon qazı da varmış. Həmçinin okeanlar, göllər, onların üzərinə düşən günəşin təsiri altında buxarlanır və yaxud da bitkilər suyu buxarlandırırlar. Bunu inşallah gələcəyinə biologiyadan öyrənəcəksiniz. Baxın, bu su buxarı da həmçinin havanın tərkibinə qarşı. Onda belə çıxır ki, havanın tərkibində eyni zamanda su buxarı da varmış. Gəlin onu da qeyd edək. Su buxarı da varmış. Bundan əlavə havanın tərkibində çox cüzi miqdarda olsa da bəzi elementlər var. Məsələn, dostlar, helium var, neon var, argon var, kripton var və s. Bu tipli elementlər də var, maddələr də var. Bir də uşaqlar, havanın tərkibində ən çox olan bir üstünədir. Havanın tərkibində ən çox azot var. Təqribən havada 78%-ə yaxın azot var. Həcmcə. 21%-ə yaxında oksigen var. Yerdə qalan qazlar var. Yəni karbon qazı olsun, su buxarı olsun və yaxud da saydığım o helium, neon, argon, kripton bu qazlar olsun. Bunlar hamısı bir yerdə cəmi 1%-i təşkil edir. Bir neçə burada məqama deməli toxunmaq istəyirəm. Birincisi, şagirdlərə sual verirsən ki, şagird azot zəhərli qazdırmı? Şagird deyir ki, biraz fikirləşir ki, bəli, azot zəhərli qaz olur. Yox, azot zəhərli qaz deyil. Əgər azot zəhərli qaz olsaydı, havada 78% azot var. Yəni bir dənə canlı olsun, sağlam qalmazdı. Dahası, növbəti məsələmiz, havada deyirik 21% oksigen var. Bəs necə olur ki, bu havada olan 21% oksigen elə daima qaldı? Axı biz nəfəs alırıq. Biz nəfəs alanda da nə edirik dostlar? Oksigeni alırıq, karbon qazını veririk. Eyni zamanda yanma proseslərində də həmçinin oksigen daxil olur, karbon qazı çıxır. Çürümə prosesində də oksigen daxil olur, karbon qazı çıxır. Yəni bu qədər prosesdə bəs niyə görə bu oksigen tükənmədi? Allah onun üçün belə bir sistem yaradıb. Dəyərli şagirdlər, fotosintez deyilən bir sistem var. Fotosintezdə bitkilər karbon qazını alırlar və bizim nəfəs almamız üçün lazım olan oksigen qazını verirlər. Onda gəlin belə bir şey eləyək. Bax, bir neçə proses yazıram sizin üçün. Deməli, tənəffüs, sonra çürümə, həmçinin burada bir yanma da yazaq. Bax, bu üç prosesdə nə baş verir? Bu üç prosesdə oksigen alınır, karbon qazı verilir. Yəni, atmosferdə oksigenin miqdarı azalır, karbon qazı miqdarı artır bu üç prosesdə. Bununla əlavə bir prosesimiz də var, çox möhtəşəm bir prosesdir, fotosintez. Bəs fotosintezdə nə baş verir? Fotosintezdə bunun əksi baş verir. Oksigen verilir, karbon qazı isə nə olur uşaqlar? Alınır. Yəni, nəticədə atmosferdə bir oksigen balansı tənzimlənir. Oksigen bir tərəfdən azalır, bir tərəfdən çoxalır. Oksigen balansı tənzimlənmiş olur. Stabil, təqribən belə deyil, stabil qalmış olur. Deməli, bir də belə bir şey vurğulayım dəyərlilər. Şagirdlərə deyəndə ki, havanın tərkibində maddələri sayır. Deyir ki, havanın tərkibində karbon var. Deyir ki, havanın tərkibində karbon yox, karbon qazı var. Baxın, karbonla karbon qazı ayrı şeylərdir. Karbon qazı dediyimiz bu maddədir, CO2. Amma karbon dediyimiz sadəcə S yazılır. Məsələn, kömür özü karbondur. Yəni, ona görə diqqətli olaq, karbon deyil, karbon qazı olacaq havanın tərkibində. Keçək növbəti məsələmizə, hidrosfer. Deyir ki, bu hidro su deməkdir, sferada təbəqə deməkdir. Yəni, bizim planetimizin su təbəqəsi hidrosfer adlanır. Hidrosferin əsas tərkibi ilə adından da göründüyü kimi sudur, H2O. Bəzi sular var ki, planetimizdəki bəzi sular var ki, onların tərkibində mineralların miqdarı, xüsusən xorezon miqdarı həddən ziyadə çoxdur.
Biz bunlara duzlu sular deyəcəyik. Məsələn, deyək ki, okeanların suları duzlu sulardır və yaxud da dənizlərin suları duzlu sulardır. Amma bəzi deməli su hissələri var ki, onlarda isə mineralların miqdarı həddən ziyadə aşağıdır. Biz bunlara şirin su deyəcəyik. Yəni burada yanlış anlamayaq da, heç kim burada şəkər qatmayıb da şirin olsa, elə bir şey yoxdur. Sadəcə olaraq mineralların miqdarı çox aşağıdır deyə biz buna şirin su deyəcəyik. İçmək üçün yararlı olan su deyəcəyik. Məsələn, uşaqlar çayların suları, göllərin suları və yaxud da yeraltı sular var, yəni bulaqlar falanlar var. Onlar artıq şirin su hesab olunacaq. Gələk yer qabığının tərkibinə. Dəyərli dostlar, ümumiyyətlə yer kürəsi özü bir neçə təbəqədən ibarətdir. Birisi dəqiq ki, nüvədir, yer qabıqdır, nüvədir, mantiyadır, yer qabıqdır, belə hissələrdən ibarətdir. Yer qabığında əsas tərkib olaraq, yer qabığının əsas, ən mükəmməl tərkib olaraq nələr var? Var qum, bir də var gil. Baxın, bunlar əsas tərkib hissələrdir, geri qayıdaq. Bunlar əsas tərkib hissələrdir, qum və gil. Qumun tərkibindən hansı elementlər var? Silisium var və oksigen var. Gilin tərkibində hansı elementlər var? Silisium var, oksigen var və alüminium var. Bu yanlış anlaşılmasın. Yəni, yer qabığında sadəcə qum və gildən ibarətdir. Xeyr. Yer qabığının tərkibində başqa elementlər də var. Məsələn, yer qabığının tərkibində var dəmir, yer qabığının tərkibində var maqnezium, var tərkibində nə bilim, kalium var, natrium var. Yəni, bu elementlər də var təbii ki. Amma ən çox yayılmış maddələr qum və gil və onların tərkibi də silisium, oksigen və alüminium. Həmən qum və gilin ikisini bir də tərkib edirəm. Bunlarla təşkil olunur. Yer qabığı, bir də belə bir şey var. Yer qabığında bitkilərin qalıqlarıdır, heyvanların qalıqlarıdır. Onların qalıqları da toplanır və torpaq əmələ gətirir. Bu şəkildə. Gəl dəyərçələrində öyrəndiklərimizi bir yoxlayaq görək. Nələr öyrəndik? Baxın, deməli, cansız təbiəti biz hansı hissələrdə öyrənmişdik? Yer qabığı, hidrosfer və hava şəklində öyrənmişdik. Dəyərçəklər, yer qabığında ən geniş yayılmış maddələr olaraq hansıları idi? Demişdik, qum və gil idi. Sonra dahası hidrosferin əsas tərkib hissəsi su idi. Havanın əsas tərkib hissəsi birincisi azot idi. Hansı ki, biz demişdik, bu 78%'dir. Sonra oksigen idi. Hansı ki, bu da 21% idi. Sonra bir də karbon qazı idi. Karbon qazı. Bundan əlavə digər qazlar da təbii ki var. Su buxarı var. Həm helium, argon, kriton falan var. Gəl indi bu elementlərin tərkibinə daxil olan, daha doğrusu bu maddələrin tərkibinə daxil olan atom növlərinə. Qumun tərkibində hansı atom növləri var dəyişəcəklər? Dedik ki, silisium var və oksigen var. Gilin tərkibində hansılar var idi? Gilin tərkibinə aid olanlar deməli olacaq silisium, oksigen və alüminium. Suyun tərkibinə hansı elementlər daxildir? Hidrogen və oksigen. Sonra havanın tərkibindəki azot sadəcə azot elementindən ibarətdir. Təbii ki, N2 maddəsidir. O da azot atomlarından ibarətdir. Oksigen maddəsi sadəcə O2 yazılır, amma oksigen atomlarından ibarətdir. Karbon qazda CO2 yazılır, yəni CO2 yazılır. O da karbondan və oksigenden ibarətdir. İndi bizə belə bir sual verilə bilər ki, o hansı elementdir ki, həm yer qabığı, həm hidrosfer, həm də havanın tərkibinə daxildir, dəyişəcəklər oksigen. Oksigenə baxın, biz bunu hər yerdə görürük. Oksigen daxil idi buna. Dəyərli şəkillər, diqqətinizi görə təşəkkürlər. İnşallah ki, növbəti dərslərimizə görüşərik.